Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü mövzumuz Norman Uyevin dərin bilik səviyyələri adlı nəzəriyyəsi olacaq. Uyevin dərin bilik səviyyələri nəzəriyyəsi təhsildə, belə deyək, tapşırıqların, testlərin nə qədər çətin olduğuna yox, nə qədər dərin olduğuna fokuslanan bir sistemdir. Uyevin qoyduğu həmin o mərhələlər, dərin bilik səviyyələri mərhələləri vasitəsilə biz şagirdin mövzunu nə dərəcədə dərin öyrəndiyini yoxlaya bilərik. Baxın, çətinliklə dərinlik eyni anlayışlar deyil. Bir proses, bir mövzu çox çətin ola bilər, bir tapşırıq çox çətin ola bilər, amma dərin olmaya bilər. Dərinlik hər hansı bir tutaq mövzu ilə, hər hansı bir sahə ilə bağlı nə dərəcədə dərin biliklərə sahibsiz, bundan bəhs edir. Baxın, hər birimiz Bloom taksonomiyasını bilirik. Daha çox Bloom taksonomiyasının dərin bilik səviyyələri nəzəriyyəsi bir-birindən qarışdırılır. Bloom taksonomiyasında daha çox fəaliyyət növünə baxılır. Dərin bilik səviyyələri nəzəriyyəsində isə əsas məsələ şagirdin tapşırığı yerinə yetirərkən beynini nə qədər tərlətməsidir. Bloom taksonomiyasında da, Uyev nəzəriyyəsində də hər iki yanaşmada da düşünmə fəaliyyəti müxtəlif kateqoriyalara ayrılır. Lakin onların yanaşması fərqlidir. Yəni Bloom feillərə, yəni nə etməli olduğumuza, Uyev isə dərinliyə, nə dərəcədə geniş düşünmək lazım olduğuna fokuslanır. İndi isə biz dərin bilik səviyyələrinə baxaq. Dərin bilik səviyyələri, yəni DBS olaraq adlanır və burada 4 mərhələ vardır. Birinci mərhələ ən bəsit mərhələdir. Yəni bu, belə deyək, daha çox idrak taksonomiyasının xatırlamaq mərhələsinə uyğundur. Yəni burada şagirddən məlumatı analiz etməyə və ya tətbiq etmək deyil, sadəcə yaddaşındakı hazır informasiyanı tapıb çıxartmaq tələb olunur. Yəni bu səviyyə nüsxə çıxartmaq kimidir. Şagird yaddaşındakı məlumatı olduğu kimi təkrarlayır. Heç bir dəyişiklik etmir, sadəcə faktı geri çağırır tutaq ki, tap, de, yaz, əzbərlə və yaxud da ki, Bakı şəhəri nə vaxt paytaxt olub və yaxud da Azərbaycanın paytaxtı haradır? Bu tipli. Yəni belə bəsit tapşırıqlar hamısı birinci səviyyəyə aiddir. DBS 1-ə aiddir. Dərin bilik səviyyələrinin ikinci mərhələsi isə daha çox anlamaq mərhələsinə aid edilir. Bəzən də tətbiq ola bilir orada. Burada şagird məlumatın mahiyyətini başa düşdüyünü sübut edir. Yəni o məlumatlar arasında əlaqə qurur, müqayisə edir və iki mərhələli tutaq ki, tapşırıqları yerinə yetirə bilir. Biz məsələn bura belə bir şey deyə bilərik. Məsələn, müqayisə et, qruplaşdır, öz sözlərini izah et. Və yaxud da ki, məsələn, dərin bilik səviyyələrinin birinci mərhələsində demişdik ki, Azərbaycanın paytaxtı haradır? Deyir ki, Bakı. İkinci səviyyədə artıq sual olaraq deyir ki, Bakı və Gəncə şəhərinin, misal üçün, iqlimini müqayisə et. Baxın, anlamaq mərhələsinə çox uyğun gəlir bu mərhələ. Üçüncü səviyyədə isə artıq strateji düşünmə tələb olunur. Yəni burada şagird artıq bir mütəxəssis kimi yanaşmalıdır problemlərə. O problemin həlli üçün öz yolunu seçir və bu yolu seçdiyini arqumentlərlə sübut edir tutaq ki. Cavablar birbaşa kitabda yoxdur, şagird təhlil aparmalıdır burada. Məsələn, biz bayaq qeyd etmişdik ki, ikinci səviyyədə orada tutaq ki, şagird müqayisə edir, qruplaşdırır, öz sözlərindən tutaq ki, izah edir və s. Lakin burada isə artıq şagird tutaq ki, nəyisə əsaslandırır, sübut edir, analiz edir, proqnozlar verir. Üçüncü səviyyə idrak taksonomiyasının tətbiq, təhlil, dəyərləndirmə mərhələlərinə daha çox uyğun gəlir. Dördüncü mərhələ isə dərin bilik səviyyələrinin ən yüksək mərhələsidir. Adətən uzun zaman tələb edən tapşırıqlar bura aid edilir. Yəni ki, şagird müxtəlif fənləri və ya real həyata təcrübələrini birləşdirir, araşdırmalar aparır, tamamilə yeni bir məhsul ortaya qoyur və ya tamamilə yeni bir nəticəyə gəlir. Burada daha çox şagird layihələr hazırlayır, tədqiqatlar edir, nəyisə yaradır, dizayn edir. Bu mərhələ də idrak taksonomiyasının yaratmaq mərhələsinə uyğun gəlir. Hər mərhələ üçün bir kəlmə deyəsi olsaq, birinci səviyyə yaddaşla bağlıdır, ikinci səviyyə tutaq ki, məntiq ilə bağlıdır, üçüncü səviyyə arqumentlə bağlıdır, dördüncü səviyyə tədqiqatla bağlıdır. Baxın, bir situasiya vasitəsilə bunların hər birini bir-birindən çox rahat şəkildə fərqləndirə bilərik. Məsələn, tülkü və qarğa təmsili üzərindən dərin bilik səviyyələrinə baxaq. Məsələn, birinci səviyyədə müəllim sual olaraq deyir ki, təmsildə tülkü qarğadan nə istədi? Tutaq ki. Bu niyə birinci səviyyədir? Çünki cavab mətndə hazır var. Şagird sadəcə oxuduğunu yaddaşından çıxarıb deyir. Tutaq ki, məsələn, pendiri istədi. Heç bir düşünmə dərinliyi yoxdur burada. Ona görə bu birinci mərhələyə aiddir. İkinci səviyyədə müəllim sual olaraq deyir ki, məsələn, tülkünün xarakterini qarğanın xarakteri ilə müqayisə et.
Bu niyə ikinci mərhələyə aiddir? Çünki şagird artıq mətni burada sadəcə oxumur, personajları analiz edir. Yəni birinin hiyləgər, digərinin tutaq ki, sadələf olduğunu anlayır və onları bir-biri ilə qarşılaşdıra bilir. Ona görə bu da ikinci mərhələyə aiddir. Üçüncü mərhələdə müəllim sualı daha da dərinləşdirir. Deyir ki, səncə tülkü pendiri başqa hansı yolla ala bilərdi? Təklif etdiyin yolun daha effektiv olduğunu sübut et. Bəs bu niyə üçüncü səviyyədir? Çünki burada kitabda hazır cavab yoxdur. Şagird özü yeni bir strategiya qurmalı və ən əsası niyə bu yolun daha yaxşı yol olduğunu arqumentlərlə əsaslandırmalıdır. Yəni bu şagird o mətndən kənara çıxır və öz məntiqini yürüdür. Ona görə bu üçüncü mərhələyə aid edilir. Və ən üst mərhələ olan dördüncü mərhələdə artıq müəllim sualı daha da dərinləşdirir. Məsələn, deyir ki, müasir dövrdə insanların bir-birini aldatması hallarını araşdır. Bu təmsildəki ideyanı əsas götürərək həmyaşıdlarını bu təhlükələrdən qorumaq üçün bir maarifləndirici video çarx və ya layihə hazırla. Baxın, bu artıq dördüncü səviyyədir. Niyə? Çünki bu sadəcə bir suala cavab deyil. Şagird təmsildəki aldatma ideyasını götürür, onu müasir dünya ilə əlaqələndirir, araşdırma aparır və sonda yeni bir məhsul, video və ya layihə yaradır. Bayaq da qeyd etdiyimiz kimi, dərin bilik səviyyəsinin dördüncü mərhələsi idrak taksonomiyasını yaratmaq mərhələsinə uyğun gəlir. Baxın, birinci mərhələdə müəllim bilirsən deyə sual verir, şagird kitabdan tapıb deyir tutaq ki. İkinci mərhələdə deyir başa düşdün, şagird məlumatı çevirib izah edir. Üçüncü mərhələdə deyir ki, sən niyə belə düşünürsən? Şagird öz fikrini müdafiə edir. Dördüncü mərhələdə müəllim deyir, nə yarada bilərsən? Şagird biliklərini birləşdirib tətbiq edir, yeni bir fikir ortaya qoyur tutaq ki. Ümumən DBS-nin, yəni dərin bilik səviyyələrinin məqsədi şagirdi yormaq deyil. Onu sadəcə əzbərçilikdən xilas edib düşünən fərdə çevirməkdir. Yəni biz dərslərimizdə nə qədər çox 3-cü və 4-cü səviyyəli tapşırıqlara yer versək, bir o qədər parlaq və analitik zəkalı şagirdlər yetişdirmiş olarıq. Mövzumuz bura qədər idi. Güman edirəm ki, mövzu hər kəs üçün aydın oldu. Təbii ki, sual-cavab dərsindən sonra bu mövzu sizin üçün daha da rahat olacaq. Bugünlük bu qədər. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.